Hər vaxtınız xeyir, kanalımıza xoş gəldiniz. Bugün kanalımızda ləzgi mətbəxindən üzəri xırçıltılı, ləzzətli çıkanın hazırlama qaydası olacaq. Əvvəlcə xəmiri hazırlayıram. 4 stəkan yarım un götürmüşəm. Üzərinə 1 çay qaşığı yarım duz, 1 ədəd yumurta əlavə edirəm. Suyu əlavə edib xəmir yoğururam. Suyun miqdarı yumurtanın böyük və kiçikliyindən asılı olaraq dəyişə bilər. Əvvəlcə 1 stəkan əlavə etdim. Sonra da yarım stəkandan da biraz az su əlavə edirəm. Xəmir nə çox bərk, nə də çox sıyıq olmalı deyil. Əlimlə yaxşıca yoğururam. Hazır xəmir bu cür olmalıdır. Çox bərk yoğurmaq lazım deyil ki, sonradan yaymaq asan olsun. 2 hissəyə bölürəm. Bir hissəsi biraz böyük, digəri isə ondan biraz yığcam olmalıdır. Böyük hissəni alt üzü üçün istifadə edəcəm. Üzərini salafanla, dəsmalla örtüb, ən azı 15-20 dəqiqə xəmiri dinləndirirəm. İçliyi hazırlamaq üçün 500 qram dana ətindən qıymanın üzərinə 2 ədəd doğranmış orta boy soğan əlavə edirəm. Üzərinə 1 yemək qaşığı yağ əlavə edirəm. Yağın miqdarın ət yağsızdırsa artırmaq olar. Duz, istiot əlavə edirəm. İstəyə görə ətin içərisinə ət otu və yaxud da kəkot əlavə etmək olar. İstəmirsinizsə əlavə etməyə də bilərsiniz. Tavanı ocağın üzərinə yerləşdirib, gür odda əti bişirirəm. Suyu çəkiləndə ocaqdan götürəcəm. Qovurub qızartmaq olmaz. Gördüyünüz kimi bu cür olduqda ocaqdan götürürəm. 4-5 ədəd orta boy kartof götürmüşəm. Kartofları bu qaydada nazik şəkildə doğrayıram. Nazik doğradıqda daha tez pişir. Doğranmış kartofları rənginin qaralmaması üçün soyuq suyun içərisində saxlayıram. Dəzgahın üzərinə kündəyə un səpib, kündəni nazik şəkildə yayıram. Yaydığım kündənin üzərinə hər tərəfinə kərə yağı çəkirəm. Üzərinə yağı çəkdikdən sonra rulet şəklində bükürəm. Bükdüyüm hissənin üzərinə də yağ çəkirəm. Xəmiri dartaraq bu qaydada bükürəm. Uc hissəsini alta qatlayıb üzərindən azacıq basıram. Hər iki xəmiri hazırladıqdan sonra üzərini salafanla örtüb ən azı 15 dəqiqə saxlayıram. 15 dəqiqə sonra əvvəlcə böyük hissəni yayıram. Üzərinə və alt hissəsinə bolluca un səpib yayıram. Xəmiri bu cür yaydıqdan sonra listə yerləşdirəcəm.
Listin içərisinə əvvəlcədən duru yağ çəkmişəm. Diametri 32 sm-dir. Xəmiri listin içərisinə yerləşdirib kənarların əlimlə düzəldirəm. Kənarları geniş olmalıdır ki, sonradan ət içərisində dağılmasın. Soyuq qıymanın içərisinə əvvəlcədən doğradığım kartofu əlavə edirəm. Kartuşkanın duzu olmadığı üçün yenidən üzərinə azacıq duz əlavə edib qarışdırıram. Əti xəmirin üzərindən əlavə edib hər tərəfinə eyni qaydada yayıram. Digər ikinci xəmirin də üzərinə dəzgaha un səpib yayıram. Ətin üzərindən yerləşdirdikdən sonra kənar hissələrin bu qaydada birləşdirirəm. Alt hissəni üstə doğru qatlayıb birləşdirirəm ki, ətin suyu üzərinə çıxmasın. Qeyd edim ki, çıqanı çiğ ətlə də hazırlamaq olar. O baxır sizin zövqünüzə. Üzərinə biraz da kərə yağı əlavə edirəm. Əti çiğ hazırladıqda xəmirə su salır, ancaq bu cür bişirdikdə daha ləzzətli olur. Üzərin bir neçə yerdən çəngəllə də işləkləyirəm. 180 dərəcəlik sobada təxminən 1 saat yarıma pişir. Pişənə yaxın konveksiya rejimində də pişirmək olar. Üzəri bu cür qızardıqda sobadan götürürəm. Biraz da üzərinə kərə yağı çəkirəm. Üst üzünə yağı çəkdikdən sonra tərs çevirirəm. Biraz da alt üzünə yağ çəkəcəm. Yağı çəkdikdən sonra üzərinə çay dəsmalı örtüb ən azı yarım saat 40 dəqiqə saxlayıb sonradan süfrəyə verə bilərsiniz. Sonda kəsib içərisində sizə göstərəcəm. Həqiqətən də çox gözəl görünür. Ləzzəti isə mükəmməldir. Qaldıqca ləzzəti daha da artır. Görürsünüz, çox gözəl görünüşü var. Hazırlayıb dadına baxmağa dəyər. Videolarımızı izləyərkən bəyənməyi, kanalımıza abunə deyilsinizsə abunə olmağı unutmayın. Hazırlayacaq olanlara nuş olsun.